Salam əziz abituriyentlər. Güvən nəşriyyatının 23 noyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafiya suallarına baxaq. 11-ci sinif. İki yarımkürədə yerləşən materiklərin fərqli xüsusiyyətlərini müəyyən edək. Bilirik ki, iki yarımkürədə yerləşən materiklər Şimali Amerika və Avstraliyadır. 40 gecə gündüzləri müşahidə olunur şərti Şimali Amerika üçün ödənir, amma Avstraliya üçün ödənmir, çünki Avstraliya qütb dairəsi ilə kəsişmir. Deməli, birinci şərt fərqli xüsusiyyətdir. Birinci şərtin olmadığı variantları silmək olar. Sahilləri Sakit Okean suları ilə yuyulur. Həm Avstraliyanın, həm də Şimali Amerikanın sahilləri Sakit Okeanla yuyulur. Deməli, ikinci şərt bizə lazım deyil. İkinci şərt bizə lazım deyilsə, A və D variantlarında silmək olar. Yalnızca 1, 4, 5 C variantı qalır. Günəşin zenitdə olma prosesi baş verir. Hər iki materik tropik xəttdən kəsildiyinə görə bu proses baş verir. Üçüncü şərt fərqli deyil. Şimala doğru havanın orta ili temperaturu azalır şərti Şimali Amerika üçün doğrudur, amma Avstraliya üçün doğru deyil. Deməli, bu şərtdə fərqli xüsusiyyətdir. Deməli, 4-də bizə lazımdır. Ərazisində alp qırışıqlarına aid dağlar yerləşir şərti Şimali Amerikaya aiddir. Sahil silsiləsi alp qırışıqlarına aiddir, amma Avstraliyada cavan dağ yoxdur. Deməli, 5-ci şərtdə fərqli xüsusiyyətdir. Tropik siklonların təsirinə məruz qalır şərti isə hər iki materik üçün xasdır. Cavab C variantı. Xəritə sxemə əsasən orta ili yağıntının daha çox düşdüyü əraziləri müəyyən edək. Bunun üçün biz ekvatorial əraziləri və əsasən yanından isti cəryan keçən əraziləri götürə bilərik. Bunun üçün biz 3 rəqəmi ilə Amazon və Orinoco zonasını, 4 rəqəmi ilə Kongo zonasını və 5 rəqəmi ilə şimal subekvatorial zonanı götürə bilərik. 3, 4, 5 cavab D variantı. Siklon üçün xarakterik xüsusiyyətləri müəyyən edək. Cənub yarımkürəsi üçün səciyyəvi deyil şərti yanlışdır, çünki siklonlar həm şimal, həm də cənub yarımkürəsində mövcuddur. Birinci şərtin verildiyi variantları silirik. Mərkəzində yüksək təzyiq sahəsi mövcuddur şərti yanlışdır, çünki siklonun mərkəzində alçaq təzyiq şəraiti hökm sürür. Deməli, ikinci şərt də bizə lazım deyil, A variantında silmək olar. Şimal yarımkürəsində saat əqrəbinin hərəkətinin istiqamətinin əksinə əsir şərti doğrudur. Bulutluluğu artırır, yağıntı düşür şərti doğrudur. Atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir şərti də doğrudur. Yüksək təzyiq sahəsində antisiklon olacaqdır. Mərkəzində sakit hava deyil, bulutlu və yağışlı hava olur. 6-cı şərt də yanlışdır. Cavab D variantı. Ele-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Appalaç dağlarına birinci, Altay dağlarına ikinci şərti aid eləmək olar. Yəni ki, burada bir çap xətası olub. Təkrar qırışıqlığa məruz qalan yenidən törəmiş dağlardır şərti Altay dağlarına aiddir. Yəni, ikinciyə 1. Şərq yamacları Atlantik okeanından gələn hava kütlələrinin təsiri ilə yayda bol yağıntı alır şərti Appalaç dağlarına aiddir. Birinciyə 2. Qədim dağlardır şərti həm Appalaç, həm də Altaya aiddir. Üçüncüyə 3. Və Kaledon Hertzin dağı əmələ gəlmə mərhələsində yaranıb şərti də yenə hər iki dağa aiddir. Eyni zamanda üçüncüyə 4. Cavab B variantı. Hansı materiklərin ucqar şərq və qərb nöqtələri qərb yarımkürəsində yerləşir? Buna Şimali Amerikanı, Cənubi Amerikanı və Avrasiyanı aid eləmək olar. Avrasiyanın qərbi Qrinviçlə, şərqi isə 180 dərəcəli meridianla kəsildiyinə görə hər iki ucqar nöqtə qərb yarımkürəsində yerləşir. Şimali Amerika, Cənubi Amerika və Avrasiya şərti, yəni cavab A variantı doğrudur. Cədvələ əsasən doğru sıraları müəyyən edək. Dekan yaylası mussonların təsirinə məruz qalır, platforma sahəsində yerləşir şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Meksika fəal vulkanizm var, geosinkronalda yerləşir şərti doğrudur. Deməli, ikinci şərtin verilmədiyi A variantında silmək olar. Anadolu yaylası şimaldan və cənubdan qədim deyil, cavan dağlarla, yəni Pont və Tavır dağları ilə əhatələnib. Deməli, üçüncü şərt yanlışdır. Braziliya
Atlantik okeanından gələn hava kütlələrinin təsiri altındadır şərti doğrudur. Filiz fayda qazıntıları zəngindir şərti də doğrudur. Cavab 1, 2, 4 E variantıdır. Orta Sibir, Barxanlar geniş yayılmışdır şərti yanlışdır. Çünki Barxanlar səhralarda olar. Orta Sibir zonası isə səhra deyil. 5-ci şərt yanlışdır. Və Qərbi Avstraliyanın arid dərindəsinin relief formaları isə cəvdir. Bəli, materikin ən uca zirvəsi yerləşir şərti isə yanlışdır. Çünki Avstraliyanın ən yüksək zirvəsi, Kosciuszko zirvəsi Böyük Suariz dağlardadır və materikin cənub-şərqindədir. Xəritə sxeması əsasən yazı yaylası 3, Qusar maili düzənliyi 1 və Bozdağ silsiləsi 6 rəqəmlərlə verilib. 3, 1, 6 cavab E variantı. Rütubətli əmsalının daha kiçik olduğu, yəni daha quraq olan əraziləri soruşur. Qobi yaylası eyni zamanda Qobi səhrası kimi götürülə bilər. Birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Kongo hövzəsi ekvatorial ərazilərdə bol yağıntı alan ərazidir. İkinci şərt bizə lazım deyil. Deməli, A variantını silsə, yalnızca E variantı qalır. Orinoco ovalığı da rütubətli ərazidir, mövsümdən asılı olaraq. Üçüncü şərtdə götürmürük. Mesopotamiya ovalığı tropik xəttin yanında keçən rütubətləmə əmsalının vahidinin rütubətləmə əmsalının kiçik olduğu ərazilərdir. Deməli, 4-cü məntəqədə bizə lazımdır. Almaniya Polşa ovalığı rütubətliyin bol olduğu ərazidir, 5-i götürmürük. Əhaggar yaylası Afrikanın şimalında fiziki aşınmanın üstün olduğu yerdə yerləşir. 6-cı bənddə bizə lazımdır. Deməli, 1, 4, 6 cavab E variantı. Yuxarıda verilmiş xətti miqyaslar əsasən xəritədə 30 dərəcəlik şərq uzunluğu üzrə 5 dərəcə şimal və 5 dərəcə cənub enlikləri arasında məsafənin neçə kilometr olduğunu müəyyən edək. Əvvəlcə miqyasın nə qədər olduğunu müəyyən edək. Bunun üçün sıfırın yanındakı rəqəmə, yəni 50-yə baxırıq və xəttin sonundakı uzunluq vahidinə. Deməli, miqyasımız 50 kilometrdir. 5 dərəcə şimal və 5 dərəcə cənub enlikləri arasında isə 10 dərəcə coğrafi enlik fərqi var. Biri şimal, biri cənubda olduğuna görə toplanır. Və 10 dərəcə coğrafi enlik fərqi 111 kilometrə vurulmaqla, yəni 1 dərəcə meydan qövsünün uzunluğuna vurulmaqla 1110 kilometr məsafə olduğu müəyyən edilir. Həqiqi uzunluğumuz 1110 kilometr, miqyasımız da 50 kilometr. 1110 kilometrə 50-yə bölsək cavabımız 22,2 alınır. Yəni cavab B variantı. Turan ovalığı hansısa xüsusiyyətinə görə Kiroz ovalığı ilə oxşar deyil. Platformada yerləşir şərti bizə lazım olan şərtdir. Çünki Turan ovalığı Qərbi Sibir və Ön Qafqazla birlikdə Hersten yaşlı cavan platformalardır. Amma Kiroz ovalığı platformada yerləşmir. Hər ikisində neft və qaz ehtiyatları yayılmışdır. Hər ikisi Avrasiyada yerləşir. Hər ikisi akkumulyativ düzənlikdir və hər ikisi okeanın çıxışı olmayan materik daxili mövqeyə malikdir. Cədvələ əsasən uyğunluğu müəyyən edək. Bakıda 21 mart günorta vaxtıdır. Bu şərtə uyğun doğru və yanlışları seçəcəyik. 130 dərəcə qərb uzunluğunda gecə yarıdır. Bəli, əgər Bakıda, yəni 50 dərəcə şərq uzunluğunda günortadırsa, ondan 180 dərəcə coğrafi uzunluq fərqində, yəni 130 dərəcə qərb uzunluğunda gecə yarıdır. Və bu şərtin qabağına doğru verildiyinə görə bu şərt bizə lazımdır. Birinci şərtin olmadığı variantları silirəm. Avstraliyada payız fəsli başlayır. Bakıda 21 martdırsa, yəni şimal yarımkürəsinə doğru yaz başlayırsa, cənub yarımkürəsinə doğru payız başlamalıdır. Avstraliyada cənub yarımkürəsində olduğuna görə orada payız başlayır. Onun da qarşısından yanlış verildiyinə görə bu şərt yanlışdır. İkinci şərt bizə lazım deyil. A variantında ələnsə qalır 1, 3, 5. Digər şərtlərə də baxaq. 150 dərəcə şərq uzunluğunda günəş batıb. Bəli, əgər 21 mart tarixində 50 dərəcə şərq uzunluğunda günortadırsa, bunu belə qeyd edək. 50 dərəcə şərq uzunluğunda 12:00-dırsa, deməli ondan 90 dərəcə şərqə, yəni 140 dərəcə şərq uzunluğunda 18:00-dır. Yəni artıq axşamdır. 150 dərəcə şərq uzunluğu da bundan da 10 dərəcə şərq olduğuna görə, deməli burada təbii ki günəş batmış sayılır. Deməli, üçüncü şərt də doğrudur və qarşısına doğru verildiyinə görə üçüncü şərt də bizə lazımdır.
50 derece şərq uzunluğu meridianı boyu bütün məntəqələrdə gecə ilə gündüz uzunluğu bərabərdir. 21 Martda bu hər yerə aiddir. Doğru olduğu halda yanlış istiqamət götürüldüyü üçün 4-cü şərt bizə lazım deyil. Şimal qütbünə günəş şüaları 23,5 dərəcə uzaqlığına düşür şərti yanlışdır. Çünki günəş 21 Martda ekvatorda olur və həmin vaxt qütblərə günəş 0 dərəcə uzaqlığına düşür ya da düşmür. Onun da qarşısından yanlış verildiyinə görə bizə lazımdır 1-3-5 cavab B variantı. Coğrafi koordinatları 30 dərəcə şimal və 50 dərəcə şərq uzunluğu olan məntəqədə Şaquli cismin kölgəsi cənub istiqamətində düşür şərti yanlışdır. Ancaq qarşısında doğru verilib. Necə olur yanlış olduğu? 21 Martda günəş ekvatordadır. Deməli, şimal yarımkürəsində yerləşən cisimlərin kölgəsi şimalı göstərməlidir. Verilən koordinat da şimal yarımkürəsində olduğuna görə kölgə istiqaməti cənuba deyil, şimala olmalı idi. Deməli, 6-cı şərt də yanlışdır. Cavab B variantı. Mümkün buxarlama 1200 mm, rütubətləmə əmsalı 0,4 olarsa, orta illik yağıntını müəyyən eləyək. Rütubətlənmə əmsalı bərabərdir yağıntının buxarlanmaya nisbəti. Burada mümkün buxarlanma 1200, rütubətlənmə əmsalı 0,4-dür. Belə çıxır ki, yağıntının miqdarı 480 olacaq. Yəni cavab B variantı. Doğru sıraları müəyyən eləyək. Küləklər və xas olan əlamətlər. Tornado tropik siklondur şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Tayfun Mərkəzi Asiyada ən güclü küləkdir şərti yanlışdır. Şərqi Asiya və Cənub-Şərqi Asiya olmalı idi. İkinci şərtin bizə lazım deyil. Passat ekvatordan tropiklərə doğru əsir şərti yanlışdır. Çünki Passat tropikdən ekvatora doğru əsir. Üçüncü şərt bizə lazım deyil. A variantı da ələnə bilər. Fön isti və quru küləkdir şərti doğrudur. Sirokko İtaliya üçün səciyyəvidir şərti doğrudur. Səmum daimi küləkdir şərti isə yanlışdır. Daimi küləklər Passatlar qərb və qütb küləkləridir. Ya da şimal-şərq və cənub-şərq küləklərdə 6-cı şərt də yanlışdır. Cavab D variantı. Aleut novu hansı tavaların konvergen sərhədində yerləşir? Bilirik ki, Aleut adaları Alyaska yarımadasının uzantısıdır. Həmin yerdə Şimali Amerika və Sakit Okean tasvir tavalarının toqquşma zonası var. Şimali Amerika və Sakit Okean şərti C variantında ödənir. Buzlaq relief formalarının yayıldığı silsilələr. Yan silsilədə ola bilər, amma brovarda olmaz. B variantında peştəsər olmaz. C variantında hər ikisində olar. D variantında Ləngəbiz, Y variantında Talış dağda olmaz. Cavab C variantı. Su erozyon və akkumulyativ relief formalarını müəyyən edək. Bu, əsasən daimi axarlı suların təsirindən əmələ gələn gətirmə konuslarını götürmək olar. Təknəvari dərələr buzlaq məşə relief formasıdır. Bedlentlər yararsız ərazilərdir. Stratovulkanlar endogen qüvvələrin təsiridir. Gilli karstlar yeraltı suların fəaliyyətidir. Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Kordilyer dağlarının mərkəzi hissəsində yerləşir. Əhatə olunduğu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək onu əraziyə buraxmır. İqlim quraq olduğundan bitki örtüyü kasıbdır. Şərti böyük hövzəyə aiddir. Mehmana filizça yataqları üçün ümumi əlamətlər. Hər iki yataq polimetal yatağıdır. Deməli, A variantı doğrudur. Kiçik Qafqaz tektonik qalxmasına aid şərti filiz çayı da ödənmir. Qeyri-filiz faydalanıcılardır şərti hər ikisində ödənmir. Qarabağ silsiləsində yerləşir şərti filiz çayı da ödənmir. Vulkanogen çökmə suxurlar geniş yayıldığı ərazidə yerləşir. Bu da filiz çayı da ödənmir. Doğru fikir müəyyən eləyək. Doğru fikir müəyyən eləyək. Baş Qafqaz silsiləsi Babadadan cənub-şərqə doğru tədricən yüksəliş şərti yanlışdır. Alçalır yazılmalı idi. Talış dağlarının ən yüksək zirvəsi Brovarda deyil, Talış silsiləsindədir. Gəyən və incə düzləri Naxçıvan arazboyu düzənliklərinə aid deyil, çünki bunlar Naxçıvanda yerləşmir. Böyük Qafqaz dağları Kiçik Qafqaz nisbətən daha az parçalanmışdır şərti yanlışdır. Çünki Böyük Qafqaz dağları çökmə mənşəli olduğuna görə
və daha yüksək olduğuna görə daha çox parçalanıblar. Zəfər zirvəsi Baş Qafqaz silsiləsinin yerləşiş şərti doğrudur. Aşağıdakı fikirlərdən hansı Qərbi Afsar yaylası üçün doğru deyil? Səthi bərk süxurlarla örtülü şərti doğrudur. Quraq iqlim səciyyəvidir şərti doğrudur. Filiz məşəli faydalı qazıntılarla zəngindir doğrudur, çünki yaylı ərazidir. Cənub tropik xəttinin hər iki tərəfində yerləşir şərti doğrudur. Tropik xəttlə kəsildiyi üçün seysmik cəhətdən aktiv ərazidə yerləşir şərti isə yanlışdır, çünki Avstraliya müasir dağ mələ-gəlmənin baş vermədiyi, olmadığı yeganə ərazidir. Avropada yerləşən dağ zirvələrini seçək. Matterhorn, Qalxepigen və Mont Blanc hər üçü Avropada yerləşən zirvələrdir. B variantında Mitchell, Appalaç dağlarında Şimali Amerikadadır. C variantında Shasta, Kordilyerdə Şimali Amerikadadır. D variantında Mitchell, Appalaç dağlarında Şimali Amerikadadır. Y variantında Kongur, Pamir dağlarında Avrasiyadadır. Gviana yaylası üçün səciyyəvi deyil. Tepuilər, yəni masavari dağlar səciyyəvidir. Qədim dağ sistemlərinin qalığıdır, səciyyəvidir. Denudasiyaya məruz qalıb, yaylalar normalda denudasiyaya məruz qalan ərazilərdir, səciyyəvidir. Cənubi Amerikada yerləşir şərti səciyyəvidir. Aktiv vulkanlar var, şərti isə səciyyəvi deyil. 10 dərəcə temperaturda higrometrin göstərisi 40% göstərirsə 1 kub metr havada neçə qram su buxarı var? Bilirik ki, 10 dərəcə Selsidə 9 qram su buxarı ola bilər və 9 qram su buxarı 100% götürülür. Əgər higrometr 40% göstərirsə, neçə qramın 40% olduğunu tapsaq, axtarsaq, taparıq ki, bu 3,6 qramdır. Dağın ətəyində atmosfer təzyiqi 730, zirvəsində isə 530-dur. Deməli, dağın ətəyini belə götürsək, 730 mm, zirvəsi isə 530 mm-dir. Deməli, dağın ətəyi ilə zirvəsinin arasında 200 mm civə sütunu təzyiq fərqi var və 200 mm civə sütunu isə 2000 metr hündürlük fərqi deməkdir. Əgər zirvədə temperatur müsbət 5 dərəcə olarsa, ətəkdə temperaturu tapaq. Biz bilirik ki, temperatur 1000 metrə 6 dərəcə dəyişir. 1000 metrə 6 olarsa 2000 metrə bu 12 dərəcə olacaq. Və mütləq hündürlük azaldıqca temperatur artır. Müsbət 5 dərəcənin üstünə 12 dərəcə gəlsək, eləyəcək müsbət 17 dərəcə. Doğru olmayan ifadələri müəyyənləyək. Bulutlu havada sular temperatur daha kiçik olur şərti doğrudur. Aydın havada daha böyük olur, bulutlu havada daha kiçik olur. Doğru şərti götürmürük. Havanın temperaturu ilə mümkün buxarlanma düz mütənasibdir şərti doğrudur. Hava temperaturu nə qədər çox olarsa, buxarlanma da o qədər çox olar. Qütb enliklərində səthin albedosu çox zəifdir şərti yanlışdır. Çünki buzlaq ərazilərdə albedo yüksək olur. Üçüncü şərt yanlış olduğu üçün götürürük. Antitsiklon mərkəzində alçaq deyil, yüksək atmosfer təzyiqi formalaşmalıdır. Udulan radiasiyanın miqdarı səth örtüyünün xarakterindən asılıdır şərti doğrudur. Materiklərin daxilinə doğru iqlim kontinentallığı azalmır, artır. Deməli, 6-cı şərt də doğrudur. Bizə lazımdır. Yanlış olduğu halda bizə lazımdır. 3, 4, 6. Şimal tropik xətti ilə kəsişən materiklərə aidolan xüsusiyyətlər. Bilirik ki, şimal tropiki ilə kəsişən materiklər Şimali Amerika, Avrasiya və Afrikadır. Mezozoik qırışına aid ərazilər mövcud deyil. Şərti yanlışdır. Çünki Kordilyer dağları, Verxoyansk-Çers dağları bu ərazilərdədir. Passat küləklərinin təsirinə məruz qalır şərti doğrudur. Çünki passatlar tropik ərazilərdə formalaşır. Fəaliyyətdə olan vulkanlar var. Şərti hər üç materikə aiddir. Neft və təbii qaz yataqları yayılmışdır. Şərti Şimali Afrika üçün, Meksika ərazisi üçün, İran körfəzi üçün götürülə bilər. 2, 3, 4. 3 yarımkürədə yerləşir. Şimali Amerika 2, Afrika 4, Avrasiya isə 3 yarımkürədə yerləşir.
Yəni Afrika bu qaydanı pozur. Ekvator xətti ilə kəsişir. Yalnızca Afrika ekvatorla kəsişir. Uyğunluğu müəyyən edək. Kondensasiya nəticəsində yaranır maye, sublimasiya nəticəsində yaranır bərk halda atmosfer yağıntısı. Yəni kondensasiyaya aid olacaq yağış və şeh A, Y, sublimasiya isə B, C, D. A dağların tasvir dağlarının toqquşma sərhədində subduksiya zonasında yerləşir. Bu dağlar zəlzələnin tez-tez baş verməsi və vulkanların püskürməsi ilə fərqlənir. Ekvator xətti ilə kəsişən A dağların mütləq hündürlüyü 6000 metrdən çox olan zirvələr var. Bu dağların nəhəng mis qurşağı yerləşir. A dağlarının meridian istiqamətində yerləşməsi aid olduğu materikin iqliminə böyük təsir göstərir. A dağlarının adı təbii ki bu Ant dağlarıdır. Və bu dağların yerləşdiyi materik Cənubi Amerikadır. A dağlarının yerləşdiyi materikin ərazisinə yağıntıların düşməsinə hansı okeanın rolunun daha böyük olduğunu, materikdə ən quraq ərazinin adını yazaq. Cənubi Amerikanın səthinə daha çox yağıntı Atlantik okeanından gəlir. Atlantik və ən quraq ərazi də Atakamadır. A dağlarının, yəni Ant dağlarının hansı iki tavanın subduksiya zonasında yerləşdiyini və hansı qurşağa aid olduğunu və hansı qırışıqlığa aid olduğunu adını yazaq. Deməli, Nazca və Cənubi Amerika tasvir tavalarının subduksiya zonasında yerləşir və Alp qırışıqlığına aiddir. Hər kəsə uğurlar.